Bu rayonun Çolpu kəndində Ehtiram Qasımov adlı bir dükançı var. Dükan elə də gəlirli obyekt olmadığından Yoldaş Qasımovun həm də kənddə asayiş məsələlərinə baxdığı, polisə yardım etdiyi deyilir. Demək bu Yoldaş Qasımov polisə məlumat verib ki, kənddə bir xəstə uşağı kimlərsə zorlayıb. Polis də kənddə geniş çaplı araşdırma əməliyyatlarına başlayıb. Kənd sakinlərindən və eləcə də ətraf kəndlərin sakinlərindən adamları əsasən imkanları ilə bir qədər fərqlənən şəxsləri dəstə-dəstə əməliyyat planına cəlb edərək onların hər birindən 10-15 min manat pul alıb buraxmaqdadılar. Zorlandığı deyilən xəstə uşağın valideynləri dad döyür ki, belə bir hadisə ümumiyyətlə olmayıb. Kimsə bizim uşağımıza toxunmayıb, yalan söhbətdir, istəyirsiniz lap ən mötəbər ekspertiza üçün də uşağı təqdim etməyə hazırıq. Amma rayon polisini bu təpki qane etmir. Onlar da öz mənbələrinin daha mötəbər olduğuna israr edərək əməliyyatı davam etdirirlər. Əməliyyata taktiki rəhbərliyi elə həmin kənddən olan polis əməliyyatçısı Elnur Əhmədova həvalə ediblər. Elnur Əhmədov da gözünə şübhəli gələn yaxud da imkanları ilə fərqlənən həmkəndlilərini rayon polis idarəsinə sırmaqla məşğuldur. Güman edirəm, xüsusilə bu ikinci xəbər Daxili İşlər Nazirliyi üçün maraqlı ola bilər. Mənə kənd sakinləri xitab ediblər ki, onların bu epidemiyadan xilas edilməsində yardımcı olun. Mən də xəbəri efirdən səsləndirməklə prosesin dayandırılacağına ümid edirəm.